Ədliyyə Nazirliyinin müsabiqə komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirib. İmtahanda namizədlərə ümumilikdə 100 sual təqdim olunub. Test mərhələsini uğurla keçən, eləcə də həmin mərhələdən azad olunaraq müsahibədə iştirak etmək istəyən şəxslər nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində Ədliyyə Nazirliyinin İnsan Resursları İdarəsinə təqdim etməlidirlər. İmtahanla bağlı daha geniş məlumat isə əməkdaşımız Mədinə Həmidova müsahibə ilə birgə bizə çatdıracaq və biz həmin o müsahibi və Mədinəni eşidək. Salam, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Bəli, bugün ilk dəfə olaraq dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün Dövlət İmtahan Mərkəzinin eyni zamanda Ədliyyə Nazirliyinin müsabiqə komissiyasının birgə təşkilatçılığından məhz qeyd etdiyim kimi icra məmuru fəaliyyəti ilə məşğul olmaq şəxslər üçün test üsulundan imtahan keçirilir. Biz hazırda imtahan binasının qarşısındayıq. Qeyd edim ki, Bakı və regionlar üzrə 523 nəfər iştirak edir. Naxçıvan Muxtar Respublikası üzrə isə 104 nəfər hazırda imtahanda iştirak edir. Yaxın dəqiqələrdə artıq imtahan bitəcək. Ətraflı məlumat alacağıq. İmtahanın gedişatı ilə bağlı, eyni zamanda keçirilməsi ilə bağlı. Bu barədə bizə ətraflı məlumatı verəcək Seyfəl Paşa Əliyev, Ədliyyə Nazirinin müşaviri, eyni zamanda müsabiqə komissiyasının sədri. Seyfəl Paşa bəy, hər vaxtınız xeyir olsun. İmtahanla bağlı ətraflı məlumat sizdən alaq. Bir daha salam. Məlum olduğu kimi, ötən il dövlət başçısının qanunverici təşəbbüsü qaydasında məhkəmə qərarlarının icrası sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə qanunvericiliyə əsaslı dəyişikliklər edilmiş. O cümlədən bu sahədə kadr potensialının gücləndirilməsi məqsədi ilə dövlət icra məmuru vəzifələrinə qəbulla bağlı yeni qaydalar qəbul olunmuş. Təkcə hüquqşünaslar deyil, digər ixtisaslardan olan şəxslər üçün də icra məmuru olmaq imkanı yaradılmışdır. Artıq qeyd etdiyiniz kimi bugün biz belə yeni qaydalarla ilk imtahanımızı keçirdirik. İmtahana olduqca yüksək maraq müşahidə olunur. Sevindirici haldır ki, təkcə hüquqşünaslar yox, digər ixtisaslardan olan və ölkəmizin nüfuzlu ali təhsil müəssisələrinin məzunları bu imtahanlarda fəal iştirak edirlər. Məlumat üçün bildirim ki, test mərhələsində uğur qazandıqdan sonra namizədlər söhbət mərhələsinə buraxılacaqlar və söhbət mərhələsindən də uğur qazanmış namizədlər icbari təlimə cəlb olunacaqlar və azı 3 ay davam edəcək bu icbari təlimin proqramı artıq Ədliyyə Naziri tərəfindən yerli və beynəlxalq mütəxəssislər cəlb olunmaqla hazırlanıbdır. Beləliklə biz hesab edirik ki, yeni qaydalarla dövlət icra məmurlarının peşəyə qəbul edilməsi, onların hazırlığının ən yüksək standartlar əsasında həyata keçirilməsi hesabına biz həm Bakı şəhəri, həm regionlarda olan icra məmuru vəzifələrini komplektləşdirə biləcəyik. Eyni zamanda bu peşənin keyfiyyətcə yeni mərhələyə keçidinə vəsile olacaq. Seyfəl Paşa bəy, əvvəl bəs belə deyək, icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin qəbulu hansı formada həyata keçirilir? Əvvəllər icra məmuru vəzifələrinə qəbul ayrılıqda aparılmırdı. Ədliyyə orqanlarına qulluğa qəbul çərçivəsində həyata keçirilirdi və ədliyyə orqanlarına qulluğa qəbul üçünsə ali hüquq təhsil tələbi şərtdir və onların tədrisi və s. də birgə həyata keçirilirdi. Lakin biz son dövrlər tərəfimizdən aparılmış təhlillər, beynəlxalq təcrübənin öyrənilməsi onu o qənaətə gəlməyə əsas verdi ki, icra məmuru vəzifələrinə biz digər peşələrdə olan nümayəndələri də cəlb edək ki, bu sahədə həm kadr tələbatlarımızı ödəyək. Eyni zamanda da digər şəxslər üçün də yeni bir növü iş imkanları, peşə imkanları yaradaq və biz o hüquqşünas tələbələrlə, hüquqşünas məzunlarla qeyri-hüquqşünas məzunlar arasında olan belə deyək də ilkin biliklərdə olan fərqi təkmil xüsusi təlim proqramları vasitəsilə aradan qaldıracağıq və ən yaxşı standartlar çərçivəsində olan hazırlığını həyata keçirəcəyik. Hüquqşünaslıqdan başqa digər spesifik ixtisaslar varmı ki, onlara daha çox üstünlük verəcəksiniz? Xeyr, çünki burada şərt ondan ibarətdir ki, namizədlər ilkin test mərhələsini uğurla keçməlidirlər. Test mərhələsində onların 60 sual qanunvericilik sahəsində bilikləri yoxlanılır, 20 sual dünya görüşü və 20 sual məntiq olmaqla ümumidə 100 sualı onların bilikləri qiymətləndirilir. Növbəti mərhələdə isə onlar söhbət müəyyən edilmiş proqram əsasında onlarla söhbət keçiriləcək və hər imkanı uğurla qazanan namizədlər isə artıq qeyd etdiyimiz kimi icbari təlimə buraxılacaqlar və təlimin yekunları üzrə də yekun qiymətləndirmə həyata keçirəcək. Və biz bu zaman əlimizdə əsas namizədin müsabiqə və təlimin yekunları üzrə qiymətləndirmədəki nəticələri əsas götürüləcək. Yəni onların hansı ixtisasdan olmağı yox, onların o imtahanları, o təlim proqramlarını hansı səviyyədə mənimsənilməsi bizim üçün daha əhəmiyyət kəsb edir.
Son bir sualım da olacaq sizə. İmtahanda iştirak edən şəxslər işlə təmin olunacaqlarmı və yaxud da onlar üçün hazırda vakant yerlər açılıb? Təbii ki, bizim bugünkü gün kifayət qədər vakansiyalarımız mövcuddur və qəbul qaydalarında da şərt ondan ibarətdir ki, əgər namizədlər bütün mərhələləri uğurla qazandıqdan sonra əgər vakansiya olmazsa, onlar 2 il müddətində ehtiyat kadrlar siyahısında saxlanılır və həmin müddət ərzində onlara növbəti vəzifələr təklif edilir. Amma hesab edirəm ki, bu ilk imtahan olduğuna görə biz bu imtahandan uğur qazanan bütün şəxslərin müvafiq vəzifələrə təyinatını düz qabaqlamaq istəməz mühasirələr, amma uğur qazanan namizədləri təyin etmək üçün yəqin ki, bizim kifayət qədər vakansiyalarımız olacaqdır. Çox sağ olun ətraflı məlumata görə bir daha minnətdaram. Belə qeyd etdiyim kimi bugün səhər saat 10-dan etibarən dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün Dövlət İmtahan Mərkəzi eyni zamanda Ədliyyə Nazirliyinin müsabiqə komissiyasından birgə test imtahanı həyata keçirilir və ümumilikdə 600-dən çox şəxs iştirak edir. Bakı şəhəri eyni zamanda regionlarımız üzrə. Ətraflı məlumatı Ədliyyə Nazirinin müşaviri ilə birgə müzakirə etdik. Bizim buradan ötürəcəyimiz detallar bunlardan ibarət idi. Bütün imtahan iştirakçılarına biz də öz mövqeyimizdən uğur arzu edirik. Belə çatdıracağımız informasiyalar bunlardan ibarət idi. Söz yenidən sizdədir. Mədinə sənə və müsahibinə təşəkkür edirik. Biz isə buraxılışımızı davam etdiririk.